Günümüzde tez-tez rast gələn travmatoloji problemlərdən biri də diz problemləridir. Bu problemlər istər erkən yaşlarda, cavan yaşlarda, xüsusən də yaşlı xəstələrdə daha tez-tez rast gəlinir. Birinci növbədə xəstələrimizə müraciətim bundan ibarətdir ki, həmişə ixtisasçıya müraciət etsinlər. Yəni, söhbət ixtisasçı həkim, travmatoloq, ortopedlərdən gedir. Bu problemlərin zamanında aşkar edilməsi bizi gələcək daha böyük həm problemlərdən, həm də yarana biləcək və oluna biləcək əməliyyatlardan qoruna bilir. Ən çox dizdə rast gələn problemlərdən biri diz oynaq zədələnmələri, oynaq qığırdaq zədələnmələri olur. Və bu xəstəliklər və diz oynağının bu qığırdaq yeyilmələri, artrozu, qonartrozu son dövrlərdə artmışdır. Bu bizim insanların həyat tərzi ilə bağlı, yəni adinamik həyat tərzi, az hərəkətlilik, qidalanma faktoru, artıq çəki problemləri erkən olaraq diz oynaqlarında qığırdaqların yeyilməsinə gətirib çıxarda bilir. Problemlərin vaxtında aşkar olunması üçün təbii ki, həkimə müraciət olunması məsləhətdir, yəni travmatoloqa müraciət olunması məsləhətdir. Bu xəstələrdə ən çox klinik olaraq xəstələr ağrıdan, şişkinlikdən şikayət edirlər, hərəkət məhdudluğundan şikayət edirlər, oynaqlarda gəzərkən boşa getmələr olur. Və bu problemlərin vaxtında aşkar edilməsi çox önəmlidir. Və bu xəstələrə ilkin olaraq aparılacaq biləcək klinik müayinələr bura daxildir. Diz oynağının rentgen müayinələri, diz oynağının maqnit rezonans tomoqrafiya müayinələri bizə radioloji olaraq diz oynağı haqqında informasiya verə bilir. Və dediyim kimi, erkən yaşlarda, daha cavan yaşlarda, orta yaş qrupunda diz oynağında ağrılar varsa, burada diz oynağında digər oynaq daxili qığırdaqların, menisklərin, çarpaz bağların, yan bağların zədələnməsi nəzərdən qaçmamalıdır və bu zədələnmələr də vaxtında müdaxilə olunaraq və gecikmiş dövrlərdə diz oynaqlarının daha böyük, deyək ki, endoprotezləşmə əməliyyatına gətirib çıxarılması. Və biz ilkin olaraq xəstələrə konservativ müalicə üstünlük veririk. Bu müalicələr xəstələrdə dərman müalicəsidir. Müalicələr içərisində qeyri-steroidlər var, əzələ gevşədicilər var, qığırdaq qoruyucu dərmanlarımız var, kalsi, D3 vitaminləri var. Yəni, Azərbaycan bir endemik zona olaraq əhalinin demək olar ki, 70-80%-də D vitamini yetməzliyi olur. Bunu nəzərdən qaçırmamamız lazımdır. Və bunlar da vaxtında korreksiya olunması lazımdır ki, sümüklər daha tez əriməyə, yəni osteoporoz və osteopeniyaya məruz qalmasın. Təbii ki, biz həm də cərrah, travmatoloq olaraq gecikmiş dövrlərdə diz oynağının artıq 3-cü, 4-cü dərəcəli artrozuna, qan artrozuna rast gəlir. Belə hallarda bizim taktikamız cərrahi müdaxilədir. Yəni, diz oynağının total endoprotezləşməsi əməliyyatı aparılır, artroplastika. Yəni, məsələn, burada gördüyümüz bu şəkillərdə, bax, bu bizim normal diz oynağımızdır. Diz, demək ki, oynaq qığırdağı hamardır, rahatdır. Burada artıq oynaqda qığırdaq demək olar ki, sıradan çıxmışdır, osteofitlər yaranmışdır. Belə hallarda biz cərrahi müalicəni seçirik. Yəni, diz oynağının artroplastikası, yəni diz oynağının qığırdaqları oynaqdan götürülür və onlar yeni implantla, yəni endoprotezlə əvəz edilir. Ona görə də vaxtında ixtisasçıya müraciət etmək və müalicə götürmək lazımdır. Deməli, bütün pasiyentlərimizə, xəstələrimizə deyək ki, yaxşı can sağlığı arzu edirəm və çalışmaq lazımdır ki, həmişə birinci bizim yaşayışımızın və sağlamlığın birinci göstəricisi, yəni dinamikadır. Yəni, çalışmaq ki, həmişə hərəkətdə olaq, ayaqda olaq. Artıq qığırdaqlar yeyilmiş vəziyyətdə olur. Təbii ki, xəstə yeriyə bilir, amma xəstə bu hallarda artıq 3-cü, 4-cü dərəcəli artrozlarda insanların aşırı dərəcədə ağrıları olur. Xüsusən durmaq problemi olur, gəzdikdə ağrılar xüsusən də artır. Niyə artır? Çünki artıq oynaq qığırdağı, oynağı qoruyan qığırdaq yeyilmişdir. Hissəvi adacıqlar, osteonekrozlar yaranmışdır və oynaq osteonekrozlar yarandığı üçün sümüklər bir-birini sürtür. Bu halda sümük daxili təzyiq artır və bu isə ağrı reseptorlarını qıcıqlandırır və xəstələrin ağrıları olur. Ona görə də
Yəni bu məsələlər zamanında belə deyək ki, ayrılanması, çözülməsi lazım gəlir. Təbii ki, biz arzulayırıq ki, xəstələrimiz bizə son mərhələdə müraciət etməsinlər. Yəni diz oynağının 4-cü dərəcəli artroz var, adam artıq gəzə bilmir, oynaqda deformasiyalar yaranır, istər bu varus şəklində və yaxud da valgus şəklində deformasiyalar yaranır. Yəni bugün bizim təbabət və təbabətimizin yanaşması ona imkan verir ki, ən azından bu xəstələr də yatağa düşmürlər, zamanında müdaxilə edilərək, süni oynaq qoyularaq, yəni diz oynağının artroplastikası aparılaraq xəstələri növbəti bir, belə deyək ki, yaşam verilir, yeni bir dinamika verilir və ondan sonra qalan həyatlarında ağırsız yaşaya bilirlər. Endoprotezləşdirməsi əməliyyatını olunduqdan növbəti gün artıq xəstələr yataqdan mobilizə olunur, yəni yataqdan qaldırılır. 4 ayaqlı və yaxud da qoltuq ağacları ilə gəzir. Təxminən 5 həftə müddətində xəstələr 4 ayaqlı ilə gəzir. Yəni ətrafı çox yükləməyə 20, 30, 40% yüklənmə şərti ilə. Artıq bu müddət keçdikdən sonra reabilitasiyamız demək olar ki, başa çatır xəstələrin 90%-də və sonraki dövrdə artıq deməli o gəzmək üçün əsalardır ya volkerləri burada artıq xəstələr bunları atır. Bundan sonraki dövrdə reabilitasiyalar, hərəkətlər, hərəkət dinamikasını ev şəraitində ya fizioterapi ilə dəstək olaraq və yaxın belə deyək ki, 2 ay müddətində xəstələr ağrısız dövrünə qayıda bilir. Necəsiz? Keçmiş olsun. Allah, çox sağ olun. Deməli, Qafar müəllim bizə dünən müraciət etmişdik. Sol dizdə ağrı, şişkinlik və kilitlənmələr olurdu, yeriyəndə ağrılar olurdu. Aparılan kliniki və radioloji müayinələrdən sonra xəstəmizdə sol diz oynağı medial menisdə yırtıq aşkarlandı və xəstəmiz əməliyyata hazırlandı. Bugün xəstəmiz uğurlu bir əməliyyat keçirdi. Artroskopik meniskektomiya əməliyyatı aparıldı. Əməliyyatımız təxminən 35 dəqiqə çəkdi. Həqiqətən də əməliyyat sırasında meniskdə, deməli medial meniskdə kompleks yırtıq aşkarlandı və oynaq təmizləndi. Oynağın müəyyən yüngül qığırdaq aşılanmaları var idi, onlar da təmizləndi. Oynaq yuyuldu, lavaj edildi. İnşallah düşünürəm ki, yaxın günlərdə Qafar müəllim öz aktiv, normal həyatına qayıdacaq. Çox gözəl, çox gözəl. Allah razı olsun hər hamısından, rəhbərlikdən, doktordan. Allah doktorun canını sağ eləsin. Allah ona kömək olsun. Ayağımda biraz ağrı vardı, yığa bilmirdim ayağımı. Belə biraz narahatçılıq idi. Ona elə məsləhət gördülər ki, evdəkilər də, uşaqlarım ki, gəlib bunu əməliyyat eləyək. İnşallah sabah xəstəmizi evə yola salacağıq. Təxminən bir həftə müddətində bir qoltuq ağacları ilə, yəni ətrafı tam yüklənməklə gəzmək. Ondan sonra inşallah düşünürük ki, sağlam, ağrısız. Davamlı şəkildə reabilitasiya evində olunacaq da belə başa. Bəli, bu reabilitasiya ev şəraitində davam etdiriləcək. Sizi yorduğa yazıq, belə bir iş yox. Çox əladır, çox əladır. Burada dizdə artroskopik meniskektomiya əməliyyatı aparıldı. Təyinatlar var, təyinatlar antibiyotiklər olacaq, hər 12 saatdan bir. Hər 2 saatdan bir, yarım saat bu tədavisi olunacaq. Belə xəstəmiz bir gün aktivləşməsi daha yaxşı olur. Bu qədər. Keçmiş olsun.